Azərbaycanlı youtuberlarda gördüyüm bu çərəzləri mən də Bakıya getmişkən marketdə görəndə alım dedim. Əsas bunu görmüşdüm. Bunun əslində yaşılını da almışdım, həm də 2 dənə, amma oğlum məndən xəbərsiz ikisini də açdığı üçün təəssüf ki, onu sizinlə birlikdə aça bilmirəm. Onların da içindən çıxan oyuncaqları sizə göstərərəm. Dadı çok güzeldi, çok şirindi. Belə bir oyuncaqdır. Balaca sürücgen. Oğlan üçün olanların içindən isə bunlar çıxdı. Əslində qıza baxanda bunlar daha maraqlıdır. Bunu da yine influencerlarda görürdüm. Görmüşkən elə bir dənə acılısını alım dedim. Belki hamısını yeyə bilmərəm deyə bir dənəsini kıracağım. Dadı güzeldi. Biraz acıdı ama acı sevdiğim için elə özüm bunu götürmüştüm. Ama dadı həqiqətən güzeldi.